Afina şəhər dövlətindən danışdıq. Gəldik indi Spartaya. Biz bilirik ki, Sparta şəhərinin əsası eradan əvvəl 2-ci minillikdə Dori tayfalarının tərəfindən qoyulmuşdu. Hansı ki, eradan əvvəl 2-ci minilliyin sonlarında bu Dori tayfaları gəlib Mikena mədəniyyətini məhv etmişdilər. Burada nə yaratmışdılar? Sparta şəhərini yaratmışdılar. Sparta şəhəri harda yaranıb? Baxın uşaqlar, Yunanistanın cənubunda, yəni Cənubi Yunanistanda Peloponnes yarımadasının ərazisində yaranıb. Amma sizə desə ki, Sparta şəhər dövləti haçan yaranıb, o isə eradan əvvəl 8-ci əsrdə, yəni ki, Yunanistanda polislər, şəhər dövlətlər yaranan vaxtı. Həm Afina şəhər dövləti, həm Sparta şəhər dövləti eradan əvvəl 8-ci əsrdə yaranıb. Deməli, Sparta şəhəri deyirsə eradan əvvəl 2-ci minillik, amma Sparta şəhər dövləti deyirsə eradan əvvəl 8-ci əsr götürəcək. Bundan başqa uşaqlar, Sparta hərbi dövlət idi. Yəni burada hərb inkişaf etmişdi. Spartanın idarəçiliyi isə eyni Afinanın ilk vaxtlarında olduğu kimi oliqarxiya idi. Burada oliqarxiya hökmdar, ağsaqqallar şurası, bir də ki, xalq yığıncağından ibarət idi. Spartada 2 dənə hökmdar var idi. Hökmdar həmçinin ordunun başçısı sayılırdı. Amma Afina da orduya başçılıq edən kim idi? Orada strateqlər idi. Bundan başqa Spartada ağsaqqallar şurası qərarı hazırlayırdı, amma xalq yığıncağı isə həmin qərarı nə edirdi? Qəbul edirdi. Bu da Afinadan fərq idi. Çünki Afinadakı oliqarxiyada eradan əvvəl 7-ci əsrdə həm qərarı hazırlayan da, həmin qərarı qəbul edən də kim idi? Ağsaqqallar şurası idi eradan əvvəl 7-ci əsrdə. Amma eradan əvvəl 6-cı əsrdə isə Afinada xalq yığıncağının hakimiyyəti nə olacaqdı? Daha da güclənəcəkdi. Amma Spartada həmişə bu quruluş belədir. Orduya hökmdar başçılıq edirdi, qərarı hazırlayan ağsaqqallar şurası idi, qərarı qəbul edən isə xalq yığıncağı idi. Yaxşı. Bundan başqa Spartada qullar hilot adlanırdı. Spartanın ordu quruluşu isə falanqa adlanırdı. Dediyimiz kimi Sparta hərbi cəhətdən inkişaf etmiş dövlət idi və burada Spartalara bir sıra şeylər qadağan edilmişdi. Birincisi, hərb işindən başqa işlə məşğul olmaq qadağan idi. Ancaq Spartalılar hərbi işlə məşğul olmalı idi. İkincisi, fəlsəfə, ədəbiyyat və incəsənətlə məşğul olmaq, bunları öyrənmək qadağan idi əhaliyə. Üçüncüsü isə xaricəyə getmək, yəni xaricə başqa ölkələrə səfər etmək də qadağan idi. Sadəcə bunlar müharibə vaxtı, döyüş vaxtı xaricə gedə bilərdilər. Deməli, biz uşaqlar bayaqlarda dedik ki, Afina ilə Sparta şəhər dövlətinin fərqi nə idi? Biri gedirdi, işğalçı müharibə aparırdı, ərazini işğal edirdi. Digər isə gedirdi, özünü orada nə yaradırdı? Koloniya yaradırdı. Sual verə bilər ki, sizə bu koloniya nə deməkdir uşaqlar? Daimi məskən yeri idi. Hansı ki, Yunanistanda, yəni ki, Afinada torpaqsız kəndlər, daha sonra varlanmaq istəyən sənətkarlar, tacirlər özlərinə gedirdilər. Başqa ərazilərdə nə yaradırdılar? Koloniya, yəni özlərinə məskən salırdılar. Bu necə yadda saxlayın? Məsələn, Azərbaycanlılar var da, düzdür. Azərbaycanlılar gedirlər xaricə, Almaniyaya, Amerikaya, New Yorka falan gedib özlərinə nəyə salırlar orada? Məskən salırlar və orada yaşamağa başlayırlar. Eyni baxın, Afinalılar da gedirdilər, başqa yerlərdə özlərinə nə edirdilər? Məskən salırdılar. Sual verə bilər ki, sizə nə üçün bu Afina əhalisi Yunanistanı tərk edirdi? Səbəb nə idi? Niyə köç edirdi bunlar? Çünki baxın uşaqlar, birinci səbəb o idi ki, ticarət başqa yerlərdə daha yaxşı inkişaf etmişdi. İkinci səbəb o idi ki, Afinada əhalinin sayı artmışdı. Buna görə də əkinə yararlı torpaqlar çox az idi. Yəni əhali torpaq tapa bilmirdi ki, bura nə etsin, əkib becərsin Afinada. Bir də əhalini digər narahat edən səbəb o idi ki, Demosla aristokratlar arasında çoxlu ziddiyyətlər gedirdi. Bu da təbii ki, əhaliyə pis təsir edirdi. Ona görə əhali nə edirdi? Afinanı tərk edirdi. Gedirdilər, baxın özlərinə Qara dənizin sahillərində, görürsünüz, Aralıq dənizin sahillərində, Roma ərazisində, sonra Afrika ərazisində, baxın Aralıq dənizinin aşağısında nə salırdılar özlərinə? Koloniya salırdılar. Afinalılar əsasən koloniyanı eradan əvvəl 8-ci, bir də ki 6-cı əsrlərdə salmışdılar və bunlar həmin ərazilərdə özlərini ellinlər, öz vətənlərini isə Ellat adlandırırdılar. Koloniyaların salınması nəticəsində təbii ki də Yunanistanın mədəniyyəti başqa ərazilərdə yayılmağa başladı. Məsələn, Qara dəniz sahillərində yayıldı Yunan mədəniyyəti, Aralıq dənizin sahillərində Yunan mədəniyyəti yayıldı. Bir də ki ticarət və sənətkarlıq inkişaf etdi. Bu zaman varlı kəndlilər, varlı sənətkar və tacirlər təzədən qayıdırdılar Yunanistana. Buradakı varlılarla onlar arasında mübahisələr falan başlayırdı. Yaxşı, bu da oldu koloniyalar. Koloniyalar deməli kimlər salıb? Afinalılar salıb. Əsasən də Qara dənizlə Aralıq dənizin sahillərində, İspaniyaya qədər olan ərazilərdə salınıb koloniyalar. Baxın, burada xəritədə də göstərir bizə.
Deməli uşaqlar, gəldik Yunan-Əhəməni müharibəsinə. Yəni Yunanistanla Əhəməni dövləti arasındakı müharibəyə. Əhəmən deyəndə uşaqlar, digər adı nədir bu dövlətin? İran dövləti. Yunan-Əhəməni müharibəsi eradan əvvəl 5-ci əsrdə başlamışdı. 5-ci əsrin əvvəllərində. Gəlin bu müharibənin başlamasının səbəbinə baxaq. Həmişə uşaqlar baxın, müharibə oxuyanda, müqavilə oxuyanda, döyüş oxuyanda bunun səbəbini tapın, nəticəsini tapın, yaxşı? Çünki situasiya suallarına çox düşür belə. Deməli, Əhəməni ilə Yunanlar arasında nə üçün müharibə başladı? Biz bayaqları dedik ki, Afinalılar gedirdilər, özlərinə koloniya salırdılar. Düzdür, harda salırdılar? Qara dəniz sahillərində, yəni ki, Kiçik Asiyada. Baxın bu hissədə. Kiçik Asiyada indiki Türkiyə ərazisidir. Deməli, burada Yunan koloniyası var idi. Düzdür? Bu tərəfdə də Əhəməni dövlətdir. Baxın bu hissədə. Əhəmənilər gəlirlər eradan əvvəl 5-ci əsrin əvvəllərində bu Yunan koloniyalarına hücum edirlər və bunları özlərindən asılı hala salırlar. Və bu zaman Yunanlara burada zülmlər edirlər. Bunun üstündə Yunanlar Əhəmənilərə qarşı üsyan qaldırırlar. Və Afina eşidir ki, burada üsyan var, gəlir bu Yunan üsyanına nə edir? Dəstək olur. Bunu eşidən Əhəməni isə əsəbləşir, nə edir? Yunanistan üzərinə müharibə edir. Və bununla da Yunan-Əhəməni müharibəsi başlayır. Neçənci əsrdə? Eradan əvvəl 5-ci əsrdə. Yunan-Əhəməni müharibəsi zamanı Əhəməni hökmdarı olmuşdu 1-ci Dara. Bunu yadda saxlayın. Deməli, Yunan-Əhəməninin birinci döyüşü eradan əvvəl 490-da olan Marafon döyüşüdür. Marafon döyüşündə Əhəməni hökmdarı təbii ki də 1-ci Dara idi. Yəni 1-ci Dara dövrünə düşür. Marafon döyüşündə Yunanlar qalib gəldi uşaqlar. İkinci döyüşümüz oldu Fermopil döyüşü. Eradan əvvəl 480-də oldu. Baxın uşaqlar, bu döyüşə diqqət edin. Fermopil döyüşündə Əhəməni hökmdarı 1-ci Daranın oğlu Kserks idi. Yunan ordusuna isə Leonid başçılıq edirdi, hökmdar Leonid. Yəni sizi çaşdırmaq üçün deyər ki, Fermopil döyüşündə Əhəməni ordusuna 1-ci Dara başçılıq edir. Yox, uşaqlar, artıq Dara öldü Marafon döyüşü ilə. Burada kim idi? Kserks idi Əhəməni ordusuna başçılıq edən. Fermopil döyüşündə isə Yunanlar yox, Əhəmənilər qalib gəldi. Və Əhəmənilər, buna da diqqət edin, Orta Yunanistanı nə etdilər? İşğal etdilər. Yəni ki, Fermopil keçidini. Yaxşı. Üçüncü döyüşümüz isə oldu Salamin dəniz döyüşü. Baxın uşaqlar, bu artıq dəniz döyüşüdür. Dənizdə baş vermişdi. Elə Fermopillə eyni ildə, eradan əvvəl 480-də olmuşdu. Bu döyüşdə isə Yunanlar qalib gəlmişdi və Yunanlar ilk dəfə Triera adlı çevik, yüngül və sürətli gəmilərdən istifadə etmişdilər. Yəni bunun hesabına qalib gəlmişdilər. Salamindən bir il sonra isə Plateya döyüşü oldu. Eradan əvvəl 479-da. Bu döyüşdə də yenə kimlər? Yunanlar qalib gəldi və buna diqqət edin uşaqlar. Plateya döyüşü nəticəsində Yunanlar Əhəməniləri məğlub edərək bütün Yunanistandan tamamilə çıxartdılar. Yəni Yunanistan ərazisini Əhəmənilər tamamilə çıxarıldı. Amma bundan sonra döyüşlər fasilələrlə 30 ilə yaxın dənizlərdə oldu. Yəni artıq döyüşlər sadəcə hardaydı? Baxın bu dənizlərdə idi. Artıq quruda getmirdi, dənizdə gedirdi ancaq. Yaxşı, 30 ilə yaxın fasilələrlə. Deməli, dənizlərdə baş verən bu müharibələr zamanı Yunan şəhər dövlətləri, baxın, bütün Yunan şəhər dövlətləri birləşdilər, Afina dəniz ittifaqını yaratdılar və onlar birlikdə Əhəmənilərə qarşı mübarizə aparmağa başladılar. Baxın uşaqlar, bu ittifaqın adı Afina dəniz ittifaqı olsa da, burada sadəcə Afina yox, bütün Yunan şəhər dövlətləri var. Sadəcə bu ittifaqı Afinalı strateqlər idarə edirdilər deyə adı da belə idi. Yəni burada Sparta da var idi, başqa Yunan şəhər dövlətləri də var idi bu ittifaqın tərkibində. Yunan-Əhəməni müharibəsinin nəticəsində təbii ki də Yunanlar qalib gəldilər. Əhəmənilər isə nə oldular? Məğlub oldular. Və eradan əvvəl 449-cu ildə Yunanlarla Əhəmənilər arasında müqavilə imzalandı. Bu müqavilənin şərtlərinə xüsusi diqqət edin. Müqavilənin şərtinə əsasən Əhəməni bu Kiçik Asiyadakı, Egey dənizi adalarındakı Yunan koloniyalarının müstəqilliyini tanıdı. Dedim, mən bir də bunlara toxunmayacağam, hücum etməyəcəm bu koloniyalara. Bir də Əhəməni dövləti Egey dənizində üzməsi qadağan edildi. Və bu müharibə nəticəsində eradan əvvəl 5-ci əsrdə Yunanistan Aralıq dənizinin ən güclü dövlətinə çevrildi.
Yaxşı. Məsələn, səbəb nəticədə falan deyər. Deyək ki, eradan əvvəl 5-ci əsrdə Yunan Əhəməni müharibəsi nəticəsində Yunanistan Aralıq dənizinin ən güclü dövlətinə çevrildi. Deyəcəyik, bəli. Çünki burada dənizlərdə qalib oldu və Aralıq dənizində güclü dövlət oldu. Əhəməni isə nə olur? Məğlub olur. Baxın uşaqlar, bu 4 dənə döyüşdə biz bir dənə Fermopil döyüşü görürük ki, bu Fermopil döyüşündə bir dənə Əhəməni qalibdir. Qalan bütün döyüşlərdə kimdir qalib? Yunanlar. Bunu da belə rahat yadda saxlayın. Bir də sizə desək ki, Afina dəniz ittifaqı haçan yaranıb? Deyəcəksiniz ki, eradan əvvəl 5-ci əsrdə Yunan Əhəməni müharibəsinin gedişində yaranıb. Baxın, bunların hamısını öz üçün qəşəng qeyd edin kitabınızda. Gəldi uşaqlar Periklın dövrünə. Sual verər ki, sizə Perikl kim idi? Baxın uşaqlar, Perikl eradan əvvəl 443 və eradan əvvəl 428-ci illərdə Afinada strateq vəzifəsini yerinə yetirən şəxs idi. Biz keçmişik. Strateq nə deməkdir? Eradan əvvəl 6-cı əsrdə xalq yığıncağı tərəfindən seçilirdi. Bir il müddətində Afinada ordu və donanmaya başçılıq edirdi və bir il müddətində Afinanı idarə edirdi bu strateqlər. Yadınıza gəldi. Perikl'dakı strateq idi. 15 il ərzində hər il strateq seçilmişdi və Perikl bir sıra tədbirlər, islahatlar keçirmişdi, hansı ki Demos üçün. Deməli, Periklın bir islahatı o idi ki, Demosa idarə etmədə iştirak hüququ verdi. Yəni ki, artıq Demos istədiyi vəzifəni tuta bilərdi. Və bu vəzifəyə görə də, bu idarə etməyə görə də, bu işinə görə də nə verirdi Demosa? Maaş verirdi. Yəni ki, artıq Periklın dövründən yoxsul kəndlilər, yəni Demosda istədiyi vəzifəni tuta bilərdi, istədiyi vəzifədə çalışa bilərdi və buna görə də əmək haqqı alacaqdı. Əvvəl sadəcə varlılar edirdi bunu, artıq indi Periklın dövründə yoxsullar da edə biləcəkdi. Bundan başqa Perikl yoxsullara taxıl və pul yardımları göstərmişdi. Həmçinin müharibədə, hansı ki Yunan Əhəməni müharibəsində həlak olan insanların ailələrinə, uşaqlarına, qocalara, əlillərə yardımlar göstərmişdi. Və bütün bunlar nəticəsində Periklın dövründə demokratiya nə olmuşdu? Çiçəklənmişdi. Yəni xalqın hakimiyyəti çiçəklənmişdi. Deməli, yadımıza salaq. Demokratiya kimin dövründə yaranmışdı? Solon islahatları nəticəsində yaranmışdı. Demokratiyanın çiçəklənməsi açan olacaq, Periklın islahatları nəticəsində olacaq. Yaxşı. Deməli, bir də bunu yadımıza salaq. Deməli, bir var idi Solon islahatları Afinada, bir də var idi Periklın islahatları. İkisi də Afinaya aiddir. Gedib bunu Sparta götürməyin. Deməli, Solon neynədi? Solon Demosa vətəndaşlıq hüququ verdi. Bütün kişilərə, ya sadəcə kişilərə vətəndaşlıq hüququ verdi. Bir də onların borclarını ləğv etdi. Perikl neynədi? Həmin bu Demosa idarə etmədə vəzifə tutma hüququ verdi. Yaxşı, bir də əvəzində maaş verdi. Görürük ki, həm Perikl, həm də Solon sadəcə nə verməyiblər? Torpaq verməyiblər. Çünki yadınızdasa Demos torpaq tələb etmişdi, amma bunların heç biri Demosa torpaq verməyib. Bunu qeyd edərsiniz kitabımızda, soruşacağam sizdə. Və ortaya burada belə bir şey çıxır. Biz görürük ki, Solonla Periklın oxşar cəhəti nədir? Hər ikisi də Demos üçün tədbirlər görüb və Demos üçün islahatlar keçirdib. Yaxşı. Bir də ki, Yunanistanda uşaqlar, qullar insan ayaqlılar adlanırdı. Yəni ki, Afinada. Spartada isə qullar Hilot adlanırdı. Yaxşı. Deməli, uşaqlar, bu dövrdə Afina şəhər dövləti ilə Sparta şəhər dövləti arasında müharibə başladı. Haçan eradan əvvəl 431-ci ildən eradan əvvəl 404-ə qədər davam etdi. Baxın, uşaqlar, bu müharibənin başlaması Periklın dövrünə düşür. Görürsünüz? Amma bitməsi düşmür. Artıq bitəndə Perikl hakimiyyətdən getmişdi. Deməli, sizə sual verə bilər. Nə üçün bu Afina şəhər dövləti ilə Sparta şəhər dövləti müharibə aparırdılar? Səbəb nə idi? Həmişə səbəb nəticə örgənir. Səbəb o idi ki, Afina ilə Sparta ticarət uğrunda mübarizə aparırdılar. O deyirdi, ticarətdə mən olmalıyam üstün, bu deyirdi, yox, ticarətdə mən olmalıyam. İkinci səbəb idarə etmənin fərqli olması idi. Bilirik ki, biz Afinada demokratiya idi, xalqın hakimiyyəti idi, amma Spartada idarə etmə nə idi? Oliqarxiya idi. Yəni, iki dənə bir-birinə zidd olan idarə etmə var idi. Müharibənin başlamasının üçüncü səbəbi isə yeni ərazilər idi. Yəni, Sparta ilə Afina qonşu əraziləri özlərini birləşdirmək istəyirdilər. Bu deyirdi, bu ərazi mənimdir, o deyirdi, yox, mənimdir. Ona görə də bunlar arasında nə gəldi? Sözlər düz gəlmədi, ona görə də müharibə baş verdi. Baxın, uşaqlar. Əsas diqqət eləməli olduğunuz məqam iqtisadi səbəb nədir, siyasi səbəb nədir? Mən yadınızdaysa bundan əvvəlki videolarda demişdim ki, iqtisadiyyat nədir? Pul, ticarət, neft. Baxın, belə şeylər iqtisadiyyatdır. Baxın, ticarət onda rəqabət təbii ki, iqtisadi səbəb idi.
Siyasi nədir? İdarə etmə olsun, yeni ərazilər olsun, başqa dövlətlərlə əlaqələr olsun. Bunlar nədir? Siyasi məsələdir. Məsələn, yeni ərazi ələ keçirmək, idarə etmə dəyişikliyi bunlar siyasi səbəb idi. Yaxşı, müharibənin başlamasına. Gəldik nəticəyə. Nəticədə nə oldu? Təbii ki də bunlardan hansı hərbi dövlətdir? Sparta. Deməli, kim qalib gələcək? Sparta qalib gələcəkdi. Hansı ki, Yunan Əhəməni müharibəsində yaranan Afina dəniz ittifaqı burada ləğv ediləcəkdi və bu müharibə təbii ki də bütün Yunan şəhər dövlətlərinə təsir edəcəkdi və Yunan şəhər dövlətləri nə olacaqdı? Zəifləyəcəkdi. Və Yunan şəhər dövlətlərinin zəifləməsindən istifadə edən Makedoniya hökmdarı 2-ci Filip nə edəcəkdi? Eradan əvvəl 338-ci ildə hücum edəcəkdi Yunanistana və burada hansı döyüş olacaqdı? Xeroneya döyüşü. Təbii ki də Xeroneya döyüşündə Makedoniya ilə Yunan şəhər dövlətləri arasında olur da. Xeroneya döyüşündə təbii ki də Makedoniya qalib gələcəkdi. Yəni kim idi həmin vaxt Makedoniya hökmdarı? 2-ci Filip. Mən qısa yazıram, bildiniz də. Bəli, 2-ci Filip qalib gələcəkdi. Və bununla da Yunan şəhər dövlətləri Makedoniyadan asılı hala düşəcəkdi. Amma sizcə hansı istisna olmaqla? Təbii ki də hərbi dövlət olan Sparta. Baxın uşaqlar, bir dənə bu Sparta idi ki, bu Sparta Xeroneya döyüşündə məğlub olmur və öz müstəqilliyini qoruyub saxlayır. Yəni Makedoniyadan asılı olmur. Məsələn, cümləni necə qurar? Deyər ki, sizə Xeroneya döyüşü nəticəsində Makedoniya bütün Yunan şəhər dövlətlərini özündən asılı hala saldı. Yox, Sparta nə idi burada? İstisna idi. Çünki Spartanı tuta bilməmişdi. Yaxşı. Bunu da necə yadda saxlayın? Sparta hərbi dövlətdir. Yəni müqavimət göstərə bilmişdi Makedoniyaya qarşı. Bir də ki, bunu yadda saxlayın. Xeroneya döyüşündə Makedoniya hökmdarı kimdir? Təbii ki də 2-ci Filipdir. Yəni gedib Makedoniyalı İskəndər götürməyin. Yaxşı. Bir də burada bunu da deyək ki, Xeroneya döyüşü nəticəsində Yunan şəhər dövlətləri Spartadan başqa Makedoniyadan asılı olsalar da öz daxili idarə etmələrini saxlamışdılar. Yəni daxilən müstəqil idilər. Sadəcə xarici cəhətdən asılı idilər Makedoniyadan. Baxın bu cümləyə də diqqət edin. Tez-tez sizi çaşdırmaq üçün deyər ki, Yunan şəhər dövlətləri öz daxili idarə etmələrini saxlaya bilmədilər. Yox, saxladılar. Yaxşı. Bundan sonra qaldı burada Yunanistanın mədəniyyəti. Burada da nəyə diqqət edirik uşaqlar? Elə bunu şifahi şəkildə deyirəm, bilərsiniz. Digər dövlətlərdə də olduğu kimi Yunanistanda da çox tanrılıq idi. Yaxşı. Onların baş tanrısı Zevs idi. Bundan başqa Yunanistanda eradan əvvəl 5-ci əsrdə bir sıra hadisələr olub. Birincisi teatr yarandı. Teatr ilk dəfə Yunanistanda teatr yaranıb. İkincisi Afina şəhəri Yunan mədəniyyətinin mərkəzinə çevrilmişdi. Yaxşı. Bundan başqa Yunanistanda heykəltaraş Fidi var idi. Fidi heykəltaraş idi. Bu 2 dənə heykəl tikdirmişdi. Birinci ilahə Afinan heykəli idi. İkincisi də Zevsin. Baş tanrı Zevsin heykəli idi. Bunu yadda saxlayın. Bir də Afinada, yəni ki Yunanistanda bir məbəd var idi. Parfeon məbədi. Yadınızda saxlayın. Baxın, bu F hərfi ilə yadınızda saxlayın ki, Parfeon məbədi hara aiddir? Yunanistana. Bax, Afinanın F-sı, Parfeonun F-sı. Elə yadda saxlayın, yaxşı. Deməli, bundan başqa Yunanistanda təqvim eradan əvvəl 776-cı ildən başlayır. Yəni Yunan təqvimi 776-cı ildə. Nə olub 776-da? Yunanistanda ilk dəfə Olimpiya oyunları keçirilib və buna görə deyirik ki, təqvim bu dövrdə başlayır. Bundan başqa Yunanistanda Demokrit var idi, Herodot var idi, Hipokrat var idi, bir də ki Aristotel var idi. Demokrit kim idi? O deyirdi ki, dünya kiçik zərrəciklərdən, yəni atomlardan ibarətdir. Məncə bunların hərəsinin riyaziyyatda falan keçmisiniz. Herodot deyirdi ki, tarix əsəri. Bax, Herodot tarix elminin əsasını qoyur. Bax, 5-ci əsrdə olan digər hadisədə tarix elminin yaranmasıdır. Hipokrat, onu da bilərsiniz. Həkimlər kimə and içir? Hipokrat'a and içir. Deməli, bu da nəyin əsasını qoyub? Tibb elminin əsasını qoyub. Bir də Aristotel var. Bunu da fizikada falan keçmişsiniz. Aristotel də bütün fənlərə ayrı-ayrı adlar qoyub. Məsələn, kimya, biologiya və s. Yaxşı.